Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir. Bu barədə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti xəbərdarlıq edib. Məlumatda bildirilir ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilib. Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən çağırışdan boyun qaçırma dedikdə vətəndaşların üzürlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməmələri başa düşülür. Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək onların ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik edilib. Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzürlü səbəb olmadan səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur. Bundan başqa, çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və yaşayış yerini dəyişərkən hərbi vəzifə və hərbi xidmət haqqında qanun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, şöbə və bölmələrinə məlumat verməməsi də Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər. Yuxarıda qeyd olunan kateqoriyalara aid ölkənin hüdudlarında və kənarında olan aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və MyGov platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşsınlar deyə Dövlət Xidmətinin məlumatında bildirilir. Yəni, lakonik olaraq onu deyək ki, səfərbərlik xidməti, hərbi komissarlıqlar kimlərə deməli çağırış vərəqəsi göndərilib, kimlərə isə tibbi müayinə üçün vərəqə bildirişlər göndərilib, kimə təlimlər üçün, toplanış üçün bildirişlər göndərilib, kimlərsə hələ, yəni ola bilsin ki, müvəqqəti olaraq hərbi xidmətə müvəqqəti olaraq yararsız hesab edilib, amma 10-30 yaşı yoxdur, o Azərbaycan ərazisində olmalıdır, vaxtaşırı da müayinələrə cəlb olunmalıdır, onlar istənilən vaxtı çağırıla bilər. Eyni zamanda da kim ki qeydiyyat ünvanını dəyişirsə, həmin çağırışçıdan söhbət gedir, qeydiyyat ünvanını dəyişirsə mütləq həmin ərazidən çıxmaları barədə komissarlığa məlumat verməlidir və yaxud getdikləri ərazi üzrə, yaşadıkları yeni ərazi üzrə oradakı komissarlıqlara məlumat verməlidir, yerini bildirməlidir. Eyni zamanda deyildiyi kimi də artıq həmin şəxslərin, deməli, möhlət hüququ olmayan şəxslərin, deyək ki, 30 yaşına kimi olan şəxslərin, hansı ki, çağırış yaşdadır, onların ölkədən çıxması da müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu, artıq Miqrasiya Məcəlləsində dəyişilib. Odur ki, yəni, Səfərbərlik Xidmətinin bəyan edir ki, kimlərə ki, çağırış göndərilib, toplanışla bağlı, həqiqi hərbi xidmətlə bağlı, tibbi müayinələr və digər məsələlərlə bağlı, hərbi hazırlıqla bağlı, çağırışla bağlı, kimlərə bildirişlər, çağırış vərəqələri göndərilib, onlar ölkədən getməsinlər və onlar qanunlara əməl etsinlər, vaxtında hərbi komissarlıqlara gəlsinlər. Əks təqdirdə bu cinayət məsuliyyəti yaradır.